Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bu həftənin birinci yarısında hamınıza miqdar göstəricilərini keçmişəm. Amma dərsdə hər xırdalıq ola bilər, danışılmır, yaddan çıxır. Burada çalışacağam hamısını bütün detallı şəkildə danışam və testlər üzərində izahını verim. Və biraz da yavaş danışacağam ki, misallar üzərində daha yaxşı başa düşəsiniz. Deməli, mövzumuz nədir? Miqdar göstəriciləri. Miqdar göstəriciləri 4 qrupa bölünür. Sayıla bilən təklərlə işlənənlər, sayıla bilən cəmlərlə işlənənlər, sayılmayan isimlərlə işlənənlər, bir də həm sayılan cəm, həm də sayılıb bilməyənlərlə işlənənlər. Normalda isimləri 3 qrupa bölürük. Sayıla bilən tək isimlər, sayıla bilən cəm isimlər və sayıla bilməyən isimlər. Sözlər sayıla biləndirsə, o həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Və tək olanda xəbərim təkdə olur, cəm olanda xəbərim cəmdə olur. Amma söz sayıla bilməyəndirsə, əksər mücərrəd isimlər, mücərrəd. Məsələn deyirəm, hava, vaxt, əllə tutulur bir şey deyil, düzdür? Nə bilim, fikir, düşüncə, sübut, bu tip isimlər mücərrəd isimlərdir və həmişə sayıla bilməyən olur. Sayıla bilməyən isimlər isə təkdə olur. Bunun heç bir cəmi yoxdur. Tələbələr soruşur bir də görsən ki, sayılmayan isim cəmdir yoxsa təkdir? Təkdir, həmişə təkdə olur. Bunun cəmi yoxdur. Başlayırıq birincidən. Sayıla bilən tək isimdən işlənənlər. Baxırsınız, one, every, each, either, neither. Bunu silim bir dəqiqə. Either, neither. Yəni ayza nayza bizim bildiyimiz, hamı əksəriyyəti belə deyir. Ayza nayza, o formada deyə bilərsiniz özünüzdə. Hər birinin tərcüməsi gəlib çıxır birə. Məsələn, one bir, each hər biri, every hər biri, either, yəni ayza hər biri, neither, nayza heç biri. Hamısının tərcüməsində bir varsa, bu deməkdir ki, özdən sonra gələn isim tək isim olacaq, xəbərim təkdə olacaq. Bir də var bunun oflu birləşməsi. Oflu birləşmədə isə vəziyyət dəyişir. Özündən sonra gəlir cəm isim, xəbərim təkdə qalır. Bu nə deməkdir? Məsələn, mən deyirəm each. Görün, burada verim. Each of the students, tələbələrin hər biri. Mən tələbələri Azərbaycanca deyəndə fikir versə cəmlədim, düzdür? Tələbələrimi cəmləyirəm, amma tələbələrin hər birinə fərdi şəkildə yanaşıram. Buna görə də tələbələrin hər biri deyəndə tələbəmi cəmlədim, ofdan sonra yəni cəm isim yazılacaq, amma xəbərim təkdə olacaq. Niyə? Çünki hər birinə fərdi şəkildə yanaşıram. Ona görə də xəbərim qalır təkdə. Bura kimi hər şey aydın ümid edirəm ki, sualınız olarsa zaten mənə yazın. Gəldim every məsələsinə. Bunların hər birinin ofla birləşməsi var. Bir dənə every ofla istifadə olunmur. Every of deyə bir şey yoxdur. Variantda gördüyün səhv çıxacaq. Yəni səhv götürəcəksən. Sənə verir boşluq. Boşluqdan sonra yazır of. Boşluğa qoyursan every. Olacaq səhv. Ona görə də boşluqdan əvvəl, daha doğrusu boşluqdan sonra of'u gördünsə, variantda every olanı yenirsən, avtomatik çıxırsan. Tələbələr əksərən fikir vermirlər. Boşluqdan əvvəl sonra yazılanlara ki, əsas isimdir. Amma isimdən əlavə burada yazılanlar da önəm daşıyır. Mütləq şəkildə boşluğun əvvəlinə, sonrasına baxın. Niyə baxacağınızı indi qaydanı danışıb qutaranda başa düşəcəksiniz. Gəldim every one of məsələsinə. Every of deyə bir şey yoxdur. Əgər sən every of-la istifadə eləmək istəyirsənsə, arasına one qoymalısan. Every one of deməlisən. Yoxsa ki, düz çıxmayacaq. Daha sonra gəlir sayıla bilən cəm isimdən istifadə olunanlar. Sayıla bilən cəmlə sayılmayanı gəl müqayisəli danışaq. Hamımız tanıyırıq many, much, little, few. Bakalavrda keçmişik. Deməli, sayıla bilən cəmlə işlənənlər many. Sayılmayanlarla işlənənlər much. İkisi çox deməkdir. Daha sonra sayıla bilən cəmlərlə istifadə olunanlar few, a few. Sayılmayanlarla istifadə olunanlar little, a little. İkisi də az deməkdir. Başqa var, sayıla bilən cəmlərlə istifadə olunanlar, baxırsınız. Both, several, nə bilim, great many, good many, very many. Burada görürsünüz ki, great many yazıb, good many yazıb, very many yazıb. Bunların hamısı many'ni biraz da artırmaq üçün istifadə olunur. Yəni, many'yə biraz qüvvət qatmaq üçün. Çox, amma lap çox. Tutaq ki, bunları əzbərləmədin. Əzbərləməyə heç ehtiyac da yoxdur açığı. Mən sizə testdə əsas nələr düşürsə, onlardan danışacağım. Hamısını danışacağım. Əsaslar da deyəcəm ki, mütləq şəkildə bunlar öyrənilməlidir. Məsələn, sən əzbərləmək məcburiyyətində deyirsən great many, good many, very many. Onsuz da testdə görəndə, sən many'ni görürsən də, many'ni də tanıyırsan, bilirsən ki, sayılan cəmlə istifadə olunur. Qabağında da nə olduğunun bizə heç bir önəmi yoxdur. Onun heç bir funksiyası yoxdur da, miqdar göstəricisi kimi. Prosta intonasiya qatır sözə.
Özündən sonra cəm isim gəlir, xəbər də cəmdən. Xəbər də cəmdən. Baxırsınız, burada sizi çaşdırmayacaq formada yazılır. Məsələn, eləsi var, yazır ki, tək isim xəbər cəm, ya da cəm isim xəbər tək. Amma bunlar konkretdir. İsim cəmdirsə xəbər cəm, isim təksə xəbər tək. Yəni burada başınızı qatacaq əlavə nüans yoxdur. Gəldim. Sayılmayanlardan dedik ki, much, little, a little, düzdürmü? Bir də var, a large amount of, a great deal of, a small amount of. Bax, bunu əzbərləyəcəksən. Sən onsuz da much, little, a little bunları tanıyırsan. Bilirsən sayılmayanlarla istifadə olunur. Amma a large amount of, a great deal of, a small amount of elədir ki, yəni o bizim bazamızda yoxdur, yeni bir şeydir. Düzdür, qaydaların içində olur. Sadəcə əzbərlədiyimiz həmişə bunlar olub deyə. Sən baxanda bilməyə bilərsən də ki, a small amount of nə ilə istifadə olunurdu. Amma testlərə düşür. Düşdüyü üçün də nə edirsiniz? Bu üçünü əzbərləyirsiniz. Sayılmayan isimlərlə işləndiyinə görə xəbərim təkdə olacaq. Niyə? Sayılmayanlar heç vaxt cəmlənmir, həmişə təkdə olurlar. Deməli, həm cəm, həm də sayıla bilməyən isimlərə keçməmişdən əvvəl sizə nəyə danışım? A few, few. A little, bitişdirməyək. A little, little. Bir də var little, little. Ürəyiniz necə istəyir, elə də tələffüz edin. Baxırıq. Biri var e-li, biri var e-siz birləşməsi, artiklsız birləşməsi. Dördü də onsuz da az mənasına gəlir. Sadəcə bir-birlərinə fərqlənirlər. Məsələn, bu onsuz sayılmayandır, bu sayılandır, amma eyni mənanı verir də. Burada nəyi danışsam, burada o aiddir. Yəni, ikisinin ayrı-ayrı qaydası yoxdur. Baxırsınız. Məsələn, mən deyirəm ki, mən piroq bişirməliyəm. Tutaq ki, almalı piroq eləməliyəm, düzdürmü? Mən deyirəm ki, I have few apples. Əgər mən desəm I have few apples, bu o deməkdir ki, mənim çox az almam var. Bu da o deməkdir ki, mənim almam piroq bişirmək üçün mənə çatmır, gedib təzəsini almalıyam. Testə düşür ha. Bu formada da düşür. Sən artıq dialoqun gedişatından bilirsən ki, sən az alman var, yoxsa çox alman var. Və ya deyirəm ki, I have a few apples. Onda bu o deməkdir ki, mənim kifayət qədər almam var. Hələ ki piroq bişirməyə çatır. Mənim hələ ki təzəsini almağa ehtiyacım yoxdur. Bax, bu fərqidir. A few varsa kifayət qədər mənasına gəlir. Few varsa çox azdır, qısıtlıdır, çatmır mənasındadır. Eyni qayda a little-la little-a da aiddir. Yəni fərqlilik yoxdur. Little çox az deməkdir, a little biraz deməkdir. Bir də burada tələbələr nəyi qarışdırır? Bunu da deyim. Tələbə soruşur ki, hər il soruşulur da bu. Few nə deməkdir? Few. Az deməkdir, düzdür? Tələbə deyir ki, few az deməkdirsə, yəqin ki, özündən sonra gələn isim təkdə olar da. Xeyr, elə şey yoxdur. Baxırsınız bura, nə yazıb? Sayıla bilən cəmlərlə işlənənlər. Yəni ki, few ilə a few-dan sonra gələn isim mütləq şəkildə cəmdə olmalıdır. Düz deyə azdır. Amma ən azından birdən çoxdur da. Birdən çoxdur, sadəcə bizə görə azdır. Bu mənası var bunun. Daha sonra gəldik üçüncüyə. Yox, üçüncünü danışdıq, danışdıq. Dördüncüyə gəldik. Həm cəmlərlə, həm də sayılmayanlarla işlənənlər. Some, more, most, all, enough, a lot of, lots of, plenty of, other, almost of. Baxırsınız, bunlar həm cəmlə istifadə olunur, həm də sayıla bilməyənlərlə. Nə deməkdir? Yəni, bu miqdar göstəricilərindən sonra gələn isim sayıla bilən isimdirsə, o isim mütləq şəkildə cəm olmalıdır. Mən sayıla bilən tək isim yaza bilmərəm var. Sayıla bilməyəndirsə, bilməyən, onsuz da həmişə təkdə olduğu üçün tək olur. Sayıla bilən gələrsə, xəbərim cəmdədir, sayıla bilməyən gələrsə, xəbərim təkdədir. İndi burada bəziləri var ki, onlar haqqında danışmalıyıq. Məsələn, a lot of, lots of, bir də var a lot. Bunun dərsdə danışmışdım, yoxsa yox, yadımda deyil. Amma deməli bu nədir? Bu ikisi miqdar göstəricisidir, miqdar göstəricisi. A lot of isə miqdar göstəricisidir, zərfdir. Və özündən əvvəl feil gəlir. Feildən sonra yazıram mən a lot. Məsələn, deyirəm ki, he speaks a lot. A lot. Bax, mən feildən sonra qoydum a lot-u. A lot-dan sonra qəti şəkildə isim gəlməz. Bunu daha səliqəli yazaq. Baxıram, a lot isimsiz işlənir. İsim olmaz. Bu miqdar göstəricisi deyil. Testlərin 70-80%-də bax bu var. Gəldim. Biri var lots of.
Biri də var a lot of. Şimdi burada tələbələrin başını qarışdıracaq bir nüans var. Sinifdə işlətdiyim quizdə bu ikisini bir-birindən fərqləndirmək bizə verilmişdir və mən də ona əsasən sizə dedim ki, əgər cümlə zero ilə başlayıbsa, sonra there were ilə başlayıbsa, ondan sonra boşluqda mən qoyuram lots of. Nəyə görə? Bax, buradakı ara görə, were görə qoyuram. Amma sənət dimin testlərində verə bilər ki, yazar zero, boşluğunu qoyar. Sənin variantlarında ancaq a lot of var. A lot of. Bu nədir yazdım mən? Bir dəqiqə. Deməli, zero, boşluq. Variantda A bəndində tutaq yazar a lot of. Digər variantların heç biri bura uyğun gəlməz. Geriyə qalır bir dənə nəyim? A lot of-um. Deməli, mənim cavabım budur. Buradan sizə nə nəticə çıxarıram? Başınız qarışmasın deyə dərsdə demədim, amma artıq qaydalarda qabağınıza çıxacaq testlərdə işləyəndə dimin toplusundan söhbət gedir. Görəcəksiniz, orada çaşmayın deyə deyirəm. A lot of-la lots of-un bir-birindən demək olar ki, fərqi yoxdur. Amma sənə versə zero və ya yazılmışa tutaq ki, altdan da verib sənə there were və sənə variantda lots of da verib, lots of, lot of da verib, a lot of. Və sənə deyirsə ki, fərqləndir, sən artıq bilməlisən ki, bu boşluqda lots of yazılacaq, digər hallarda isə a lot of yazılacaq. Amma bu o demək deyil ki, mütləq şəkildə zeradan, zerverdən sonra lots of yazılmalıdır. Yəni, zera, a lot of apples deyə bilirsən, bu normal danışıqda istifadə olunandır və dimin testlərinə də salınır. Sözümün canı bir-birinə çox da bir fərqi yoxdur. Testdə qabağınıza çıxsa sizi çaşdırmasın. Sinifdəki quizdə olmalıdır. Dimin toplusunda mən rastlaşmamışam. Bu belə. Gəldik. Lot of, lots of-dan danışıq. Gəldik other. Bax, burada görürsünüz azəni. Yazıram. Other. Biri var azə, yəni other. Biri var another, anazə. Biri də var azə. 3 dənədir. Və bir-birindən fərqləri var. Gözə nədir? Azədən qabaq həmişə baxırsan another-a. Another-ın qabağında an artiklını görsən. An artiklı nəyin qarşısında işlənir? An artiklı həmişə sayıla bilən təkin qarşısında işlənir, düzdürmü? Çünki bu birlik bildirir, bir tək bildirir və sayıla biləndir. Çünki mən bir deyirəmsə, demək onu saya bilirəm. Yaxşımı? Buradan bilirsən ki, another varsa cümlədə, another'dan sonra gələn isim sayıla bilən tək olacaq. Another'dan sonra yazıram sayıla bilən tək. Daha sonra other. Mən isimləri 3 qrupa bölmüşdüm. Düzdür, sayıla bilən tək, sayıla bilən cəm, bir də sayıla bilməyənlər. Sayıla bilən təki bura qoymuşam. Other'da isə olur sayıla bilən cəm və sayıla bilməyən. 3 dənədir, üçünü də bölüşdürdüm. Təki bura qoyuram, digər ikisini bura qoyuram. Gördünüz bunu? İndi bax. Bir də var azə. Azə də isə üçü də var. Üçü də var. Bu nə deməkdir? Bunun üstünə bunu gələndə bu eləyir. Bu formada yadınızda saxlayırsınız. Z artiklı varsa üçü də var. Another-dırsa ancaq sayıla bilən təkdir. Azədə isə geriyə qalan 2 dənəsidir. Tənlik kimi alt-alta yadınızda saxlasanız bilərsiniz ki, bunun üstünə bunu gələndə bu eləyir. Tutaq yadından çıxıb da. Bu niyə bu formada deyirəm? Testi işləyəndə bir də görsən yadınızdan çıxıb. Qırağa bax bu formada alt-alta yazırsınız. Sənin avtomatik halına gələcək ki, an artiklın varsa sayıla bilən təkin buradadır. Z artiklı olanda 3'ü də var idi. 3'ündən bir dənə sayıla bilən təki çıxırsan, geriyə qalır sayıla bilən cəm, sayıla bilməyən. O da qalır mənim hansına? Azərə. Bunları bu formada izahla deyirəm ki, işləyəndə də bu formada işləyəsiniz. Sizə bu formada rahat olacaq. Yaxşı. Bu da belə getdi. Plenty of-dan danışaq. Oy. Görün bu hara getdi. Plenty of-dan danışaq. A plenty of ifadəsi səhvdir uşaqlar. Variantlarda görəcəksiniz ki, a plenty of ifadəsi o qədər də belə dilə yatmayan gəlmir də. Normalda əslində dilə yatır. A plenty of deyəndə tələbə fikirləşmir ki, burada nəsə təzad var. Amma səhvdir. Variantlarda nə formada qoyur? Boşluğumu qoymuşam, qabağında a artiklım var, variantda plenty of var. Sən nə edirsən?
Avtomatik səhv götürürsən. Bax, ona görə deyirəm ki, boşluğun əvvəlinə də sonrasına da mütləq şəkildə baxın. Bizdə qaldı only, just, sonra var burada quite. Bunlardan sonra mütləq şəkildə artikalla birləşmə gəlir. Yəni mən only a few deyə bilərəm, only few deyə bir şey yoxdur, səhvdir. Just a few deyərəm, just few deyə bir şey yoxdur, quite a few deyərəm, quite a little deyərəm, only a little deyərəm. Yəni burada artikel yoxdursa ki, variantlarda bunlar çox düşür artikelsiz. Deməli o səhvdir. Qısa konkret səhvdir. Yaxşımı? Məsələn, bunların bir-birindən fərqi nədir? Baxın, yazıram bura. Only və just a few. İkisinə də few qoyuram. Bərabərdir elə few-nun özünə. Yəni bunların üçü də az mənasına gəlir. Baxın, burada yazıb elə. Only a few, just a few, few-nun özünə bərabərdir. Azlıq bildirir. Quite a few isə çoxluq bildirir. Quite a few elə many-yə bərabərdir. Bu qayda little-a da aiddir. Little-da necədir? Only a little, just a little, elə little-ın özünə bərabərdir. Azlıq bildirir. Quite a little isə much-a bərabərdir. Çoxluq bildirir. Testlərdə bunlar qabağınıza çıxanda üçünü də verəcək. Sən artıq gedişata, tərcüməyə görə biləcəksən ki, sənə lazımdır az işlətmək, yoxsa çoxu işlətmək. Hansı olsa, onu da seçəcəksən. Daha sonra burada more var. More'dan danışaq. Deyir ki, more'dan danışanda dedim sizə ki, həm sayılan, həm də sayılmayanlarla işlənir, düzdür? More'dan sonra ya cəm isim gəlir, sayılandısa və ya sayıla bilməyən isim gəlir. Yəni, mən deyə bilərəm more experience. Experience nədir? Təcrübə. Nə deyirdik buna? Mücərrəd isim. Mücərrəd isim olduğu üçün sayıla bilməyəndir. More money deyə bilərəm, sayılmayan isimdir. Və ya deyə bilərəm ki, more workers. Sayıla bilən isim gəlibsə, mütləq şəkildə nə elədim? Achievements, cəmlədim. Daha sonra burada var more'un bir dənə də işlənmə qaydası. Deyir ki, sənə more necə işlənir? Özündən sonra isim işlənir, özündən əvvəl isə kəmiyyət bildirən söz işlənir. Bu nə deməkdir? Baxırıq burada verilən misala. One more question. Özündən əvvəl gəlib kəmiyyət bildirən söz. Özündən sonra gəlib isim. Ortasında da işlənir more. Onsuz bunu görən kimi başa düşürsünüz. Sadəcə bu formada qaydanın içinə veriblər. Bunu oxuyanda sizi çaşdırmasın. Yəni, olsa bunu qurmanın başqa yolu yoxdur ki, sən görəndə biləcəksən ki, one more question demək istəyir də. Sadəcə burada məqam nədir? Əsas məsələ. Verə bilər one. Verə bilər two. Bu nə deməkdir? One birdir, question təkdə olacaq. Two versə, questions cəmləyəcəm. Some versə, questions'ı cəmləyəcəm. Və ya dedim ki, nə gəlir özündən sonra? Sayıla bilməyən isim, düzdür? Some'la verər. Some nədir? Sayıla bilənlərlə də işlənir, sayıla bilməyənlərlə də. Yəni, some'dan sonra mən sayıla bilməyən isim də qoya bilirəm. Some, more, water tutaq ki, water-da sayılmayan isimdir. Sayılmayan isim olduğu üçün artıq qabağındakı çoxluğu bildirsə də nə olacaq? Təkdə olacaq. Yəni, burada bilməli olduğunuz məqam əsas oydur. Gəldim sol saça. Soyla saç haqqında bilməli olduğunuz cəmi bircə dənə məqam var. O da nədir? Soydan sonra sifət gəlir, saçdan sonra isim gəlir. Yəni, yekundan söhbət gəlir. Baxırıq, so'dan sonra sifət. Yekunu nə ilə bitir? Sifətlə. So'dan sonra sifət. Yekun nə ilə bitir? Sifətlə. Ortada zərf gələ də bilər, gəlməyə də bilər, fərqi yoxdur. Mənə əsas burada bilməli olduğum nədir? So'dan sonra isim gəlmir. So'dan sonra sifət gəlir. Sifətdən sonra da isim gəlmir, qəti şəkildə. Yəni, mən so, sifət, isim görsəm, səhvdir. So isim olmaz. So sifət isim olmaz. So, zərf, sifət, isim olmaz. Bitməlidir sifətlə. Eyni qayda saça da aiddir. Saç isimlə bitməlidir. Saçdan sonra yekunda isim gəlməlidir. Ya promo isim gələr, saç a boy. Ya ortada sifət gələr, sonra isim gələr. Əsas mənə lazımdır nə? Bu yekundakı isim. Such a clever boy, such a beautiful girl. Ya gələr, nə bilim, zərf, sonra sifət, sonra isim. Əsas odur ki, sonda nə gəlib? İsim gəlib. Sənə verəcək test. Bax, bu formada verəcək. Boşluq, boşluqdan sonra yazır tiny. Tiny nədir? Balaca. Sifəti düzdür. Mən boşluqdan sonra tiny'ni gördümsə və bu nöqtə ilə bitdisə, deməli burada nədir? So-dur. Çünki niyə? Sifəti verib özündən sonra isim gəlməyib, düzdürmü? Və verə bilər sənə boşluq, tiny, cat. Nöqtə. Cat nədir? İsimdir. Sifət, isim.
Sonu isimlə bitdiyinə görə qabağına nə qoyacağam? Saç. Cat indi sayıla bilən isimdir, təkdədir. Saç deyə bilərəm. Such a tiny cat. Bu formada da son saç heç də çətin deyil, çox asandır. Burada bir dənə də bilməli olduğumuz rəqəm var. Nədir bu? So, to, very. Heç çox qabağımıza çıxmır, amma onlar da birdən testlərdə görərsiniz. Verini məsələn görə bilərsiniz. So-nu, to-nu çox görməyəcəksiniz. Burada məsələ nədir? So, to, very. Özündən sonra articlesız. Article-sız miqdar göstəricisi tələb edir. Yəni mən very'dən sonra very a little deyə bilmərəm. Very little deyəcəm. Very little. Hardadır o very bilmir? Hə. Very a few, very a little, very a lot of deməyəcəm. Very little deyərəm, very few deyərəm. Yaxşımı? Bu da bizim bir qaydamız. Sənə verə bilər. Bax, very ilə little-ı, very ilə few-nu çox düşə bilsə, əksərən bu düşür. Digərləri so ilə to ilə çox işləmir. Sonra, burada bir dənə də məsələ var. Nədir? Little. Deyəsən qruplarda bunu danışmamışam, yoxsa danışmışam, yadımda deyil. Neysə, burada danışaq da. Little mənasına gəlir. Az. Bir də var little'ın balaca mənası. Balaca. Balaca mənasında little artıq miqdar göstəricisi sayılmır. Az mənasında miqdar göstəricisi sayılır. Və miqdar göstəricisi olduğuna görə özündən sonra sayıla bilməyən isim gəlirdi. Bilməyən. Amma balaca mənasına gələndə artıq bu sadəcə olaraq sifətdir, miqdar göstəricisi deyil. Çıxılı mənasındadır da, yəni. Və özündən sonra, yazıram bura, little, özündən sonra sayıla bilən isim gəlir. O sayıla bilən isim təkdə də ola bilər. Children. Children. Cəmdə də ola bilər. Qoy bir dənə səliqəli yazaq. Deməli, yazıram. Little kid. Və yaza bilərəm little children. Cəmdə də yazdım, təkdə də yazdım. Balaca mənasına gəldiyi üçün artıq fərqi yoxdur. Cəmdə mi gəlir, təkdə mi gəlir, hara çıxdı bu deyən görək. Hə. Məsələn, burada veribdir misal olaraq bizə. Gəlin buna baxaq. Burada bir verib such little houses. Bir də verib such a little house. Nə deməkdir bu? Niyə məsələn burada houses yazmışam, burada house yazmışam? Niyə burada a little yazmışam, burada little yazmışam? Mənası nədir? Buradakı little balaca deməkdir, balaca. Az deməkdir, yəni az evlər deyil bunlar, ha? Bu balaca evlər mənasındadır. Bax, ona görə də artıq bu miqdar göstəricisi olmadığı üçün buradakı e-nin miqdar göstəriciliyinə bir əlaqəsi yoxdur. Buradakı e house-a aiddir. Sayıla bilən təklərin qarşısında işlənən e artiklıdır da, yəni bunun little-ın heç bir əlaqəsi yoxdur. Buna görə də mən a little deyəndə house-um təkdə olur. Niyə? E artiklı tək ismin qarşısına gəlir, düzdürmü? Yəni bunun little-ın heç bir əlaqəsi yoxdur. Amma such little deyəndə house cəmlənir. Niyə? Mənim ismimin qarşısında e artiklım yoxdursa, demək ki, bu isim cəmdədir ki, mənim artiklım yoxdur. Çünki nəyi bildirir? Təkliyi bildirir, bir mənasına gəlir. Mən bunu qoyuram ki, ismin təkliyini göstərim qarşıdakına. Bilsin ki, bu isim təkdədir. Yox, əgər artiklım yoxdursa, demək ki, bu isim cəmdədir. Cəmdə olduğuna görə də axırına qoyuram s-i. Başa düşdünmü? Yəni, bunun məğzi budur. Çox da böyük bir şey deyil. Düşsə, alt-alta bu formada salacaq. Sən sadəcə seçməlisən. E-li olandan nə istifadə olunur? Little olandan nə istifadə olunur? Burada normalda tələbələr çaşır. Məsələn, little-ın qarşısındakı e təkliyi bildirmir axı. Amma burada təkliyi bildirir. Gəldik else məsələsinə. Else daha başqa mənasındadır. Nə deməkdir? Nə üçün istifadə olunur? Testdə konkret şəkildə bax bu formada istifadə edəcəksiniz. Sənə verəcəm nöqtə-nöqtə. Nöqtəmə bax da mənim deyən görək. Hə. Nöqtə-nöqtə verib, yazıb what. Sən boşluq və qabağında what-u gördünsə və ya qoya bilər who. Boşluq qabağında who-nu gördünsə, tutaq ki, where, sual sözlər. Bunları gördünsə, bu boşluqda bircə dənə şey istifadə edəcəksən. O da else-dir. Yəni, variantların o digər 4 dənəsinə baxmağına ehtiyac belə yoxdur. Who else, what else, where else, where else, who else, daha nə, what else.
Daha kim? What else? Daha nə? Where else? Daha hara? Bu mənaya gəlir. Deməli, işlənmə yerləri yazıb ki, else sual sözləri ilə işlənir, bağlayıcı ilə törəmə vəzifələrini. Bağlayıcını demək olar ki, görmürsən. Görürsən, heç misal da verməyib burada sənə. Əsas görəcəksən sual sözləri ilə A, W, H ilə istifadə olunan sual sözləridir bunlar. Yəni, sual sözləri W, H ilə istifadə olunur da. Bunu deməyə çalışıyorum. Bir də var törəmə əvəzliklər. Some törəmələri, any törəmələri, no'nun törəmələri, every'nin törəmələri, verə bilər everybody else, someone else, somebody else, anyone else, nə bilim, no one else. Hamısı daha kim mənasına gələcək. Məsələn, deyirəm somebody else, somebody else. Daha başqa insanlar mənasındadır. Sonra no one else, anyone else. Sənə verəcək bu formada boşluq. Boşluqdan əvvəl yazacaq, tutaq ki, hansını qoyaq balaca olsun. Someone yazaq. Someone. Someone yazdı, boşluq qoydu. Sən boşluqda konkret şəkildə görən kimi biləcəksən ki, burada ancaq else gedir. Variantdan else axtarıb tapacaqsan, bu da sənin olacaq cavabı. Daha digər 4 varianta baxmağa ehtiyac yoxdur. Else də belə getdi. Geriyə qaldı bircə dənə qaydam. O da mənim enambruf qaydamdır. İngiliscədə biz buna deyirik tərs qayda. Tərs. Nəyə görə tərs? Çünki tələbə baxırsınız yəni. Görürsünüz burada e-artiklını. E-artiklın təklif bildirdiyini hamı bilir. Baxırsan, görürsən ki, e-artikl var, təklif bildirir. Amma nədir burada? Xəbər cəmdədir. Normalda ağlına ilk tək gəlirsən, fikirləşəcəksən ki, burada tərs qayda var idi. Düzdür. Deməli, cəmdə olmalıdır bu, təkdə olmalı deyil. Buradan yadına salacaqsan və testini yazacaqsan. Yaxşı, yadından çıxmasın. Baxıram, ikisində də isim cəmdədir. Heç ismə baxmırıq da. Yəni, bizim araqlandıran hissə burası deyil. Zaten ikisində də isim cəmdədir. Dəyişən təkcə xəbərlərdir. Enambrufun xəbəri cəm, Zenambrufun xəbəri tək. Bunu qatmayın. İsmi qatsaz çaşacaqsınız. Fikirləşəcəksiniz ki, cəm olan görən isim idi, yoxsa xəbəri idi. Yaxşı, ismi qatmırsınız. Ancaq və ancaq mənə lazımdır xəbərlər. Və salam, qayda bundan ibarətdir. Başqa bir dənə də qaldı. Mən Many-dən danışmadım deyəsən. Qoy yadıma düşmüşkən danışım. Little'dan danışdım. Balaca mənasına gələndə sayılan olur. Daha doğrusu sayılan isimlərdən istifadə olunur. Bir də var many. Many. Çox. Many time. Səhvdir. Bir də var yazır. Many times. Bax. Time'ın bir zaman mənası var. Zaman. Bir də var dəfə mənası. Əgər mən many time görürəmsə, deməli bu zaman mənasındadır. Çünki əssizdir də. Zaman mənasındadır və sayılmayandır. Onda burada many yox, much olmalıydı. Ona görə də bunun cavabı tutaq A variantı da bu. Avtomatik səhv götürürsən. Bir də var many times. Əgər many'dən sonra times'ı cəm şəklində görürəmsə, deməli buradakı times dəfə mənasındadır. Yəni bunun zamanla əlaqəsi yoxdur. Bax, bunda düz olur. Times'ı cəmləmişəmsə, many'dən sonra istifadə edə bilərəm. Qabağımıza bu da testlərdə çıxacaq, yadınızdan çıxmasın. Gəl elə açmışkən bunun ardından testlərə də baxaq bir yerdə. Görüm, haradaydı bu. Testlər. Dim topludan, baxın, səhifə 16 kitabın səhifəsi sayılır. PDF-in səhifəsi isə burada yuxarılarda verilir. Burada verməyib, planşetdədir deyəm. Deyə burada verilir, baxın. 6, deyən görüm. Görürsünüz, mən çevirəndə, burada qıraqda, solda qıraqda 6, 7, 8, 9 bu formada. Bu sayılı PDF-in səhifəsi. Bir də var burada aşağıda bu. Kitabın səhifəsi. Testlər kitabın səhifəsi ilə səhifə 58-dədir. PDF-in səhifəsi ilə isə 28-dədir. Qıraqda 28-i görənə kimi çevirirsiniz. 28. Aha, gəldik, çatdıq miqdar göstəricilərinə. Kitabın səhifəsi ilə də oldu 58. Sonra axtarmayın deyə deyirəm. Bu arada hardadır? Dim, toplu 2023 yazılıbdır. Bax. Testlər buradadır. 2025-də durub bu testi axtarmayın deyə deyirəm. Gəlin başdan baxaq suallarımıza. There are only. Dedim ki, only'dan sonra ancaq eyli article qoyulur. Düzdürmü? Ya a few qoyacam, ya a little qoyacam. Baxıram, people sayıla bilən isimdir. Demək ki, mən little qoya bilmərəm. Sayılmayanlarla işlənir. Zaten a lot isimsiz. Miqdar göstəriciləri testlərində a lot'u gördünsə çıx. Çünki miqdar göstəricisi deyil zaten o.
Few e'si yoxdur, little e'si yoxdur. Cavabım olur B bəndi. Gəldim ikinciyə. I had only. Yenə only var. Ya a little qoyacaqsan, ya da a few qoyacaqsan. Mistakes cəmdədir. Demək sayıla bilən isimdir. Qoyuram few-nu. Little sayılmayanlarla işlənir. Sonra üçüncüdə. Was there floor nədir? Un. Un sayılmayan isimdir. Düzdür. Sayılmayanlardan. Bax, dialoqdur bu. Dialoqdan söhbət gedirsə, birinci tərəfdə sayılmayan isimsə, deməli ikinci tərəfdə də sayılmayandan söhbət gedir. Çünki mövzu eyni mövzudur. Mən səndən soruşuram, unun var, sən desən yoxdur. Söhbət yenə nədir? Undur. Baxıram, sayılmır. Many çıxdı. Sayılmır deyə few-nu çıxdım. İkinci tərəfdə də artıq sayılmayan qoymalıyam çünki. Sonra many çıxdım. Few-nu çıxdım. Cavabım olur B bəndi. Deyir, səninki səndə çox unun var, sən də deyirsən ki, yox, ancaq biraz varımdır. 4. I have to solve. Problemi cəmləmişəm. Problemi cəmləmişəmsə, deməli qabağında nə qoymalıyam? Cəmlə istifadə olunanlar. Much sayılmayandı, getdi. Elot avtomatik çıxıram. Little sayılmayanlardır, little sayılmayanlardır. Cavabım olur D bəndi. Biraz gedək aşağılara. Burada 6-ya da baxaq. Baxın. A few bunches of flowers. Burada a few bunches-a aiddir, dəstəyə aiddir. Of-dan sonraya baxmırsan, ha. Of-dan əvvələ baxırsan. A few-dur, a little-dır. Of-dan əvvəlkilərlə uzlaşır. Çünki bu özündən sonra gələn ismi təyin edir. Bunch da dəstə isimdir. Artıq gülə baxmırsan. Gülün dəstəsi. 2 dənə söz, yəlik halında söz olanda əsas söz hansıdırsa, mənim miqdar göstəricimdə xəbərim də onunla uzlaşır. Mənim burada gül dəstəsi deyirəmsə, gül dəstələri, əsas sözüm dəstədir. Sözün mənasını başa düşün, əsas məsələ budur. A few bunches. A few-dan sonra cəm gəlir, S-nə verib düzdür. 2. A few-dan sonra burada cəm olmalıydı, səhvdir. Many furniture demirsən, much furniture deyərsən, sayılmayan isimdir, səhvdir. Many sacks. Many-dən sonra kisəni cəmləmişəm, düzdür. Bax, burada uşaqlar çaşır, deyir, many-dən sonra un gəlməz axı. Söhbət undan getmir ki, söhbət kisədən gedir. Əsas məsələ kisədir burada. Mən many ilə bunu əlaqələndirirəm. Bunun bizə heç bir dəxlisi yoxdur. Cavabım olacaq 1-4 D bəndi. 65. Few-dan sonra business-i cəmləmişəm, düzdür. Few-dan sonra drops cəmlənməli idi, səhvdir. Little-dan sonra cəmlənməməli idi, səhvdir. 4. Lemon juice veribdir, sayılmayan isimdir. Normal olaraq little-dan işlənib, düzdür. Cavabım olacaq 1-4 C bəndi. 66. A few-dan sonra television programs. Artıq burada nədir məsələ? Əsas sözümüz nədir? Proqramdır, düzdür. Televiziya proqramları deyirəm. Televiziya deyil ki, əsas söz. Aslı tərəf televiziyadır. Proqramlar əsasdır. Ona görə də cəmlənməli olan bax budur. A few-dan sonra cəm veribmi? Verib, düzdür. Biri götürdüm. A little-dan sonra apple jam. 3-də a few-dan sonra drops olmalıydı. Little-dan sonra drops olmamalıydı. 3-dən 4-ü çıxıram. Cavabım olur 1-2. Apple jam sayılmır. Little-dan vermişəm. Few programs cəmlənib düzdür. Cavab olacaq 1-2. 67. Nədir? The weather has been very dry recently. Havalar yenilikcə çox qurulaşıb, istiləşib yəqin. We have had. Əgər mənim havalar qurulaşıbsa, torpaq quruyubsa, deməli yağış az olub, düzdür? Yağışın az olduğunu hardan biləcəm? We had little rain. Rain-i saymayacağım, sayılmayacaq. Lotu avtomatik çıxıram. A getdi. Much çox mənasını verir, getdi. Few sayılanlarla işlənir olmaz. Many sayılanlarla işlənir olmaz. Geriyə qalır D bəndi. Daha sonra. There is very time left. Burada nə qoyarsınız? There is very time left. We must hurry. Biz tələsməliyik. Biz tələsiriksə, deməli az vaxtımız var. Düzdür. Time da sayılmayandır. Deməli little qoyacağım. Başqa heç nə yoxdur. Very'dən sonra da demişdim ki, a little, a few gəlməz. Qəti şəkildə. Very, to. Hadi qabağımıza çıxdı very'si. Very, to və so-dan sonra article gəlməz. Article-lar avtomatik çıxırsınız. Time-la few istifadə olmaz çıxır. Many istifadə olmaz çıxır. Qalır bir dənə Y bəndə cavabı. 110. It's a secret so. Buradakı so, bax. Belə ki mənasına gəlir, bağlayıcıdır. It's a secret. So, very few people know about it. Baxın, very'dən sonra a few qoya bilmərəm. Çıxdım. People sayıla bilən isimdir. Mən ancaq sayılanları seçəcəm. Much sayılmayandı, çıxdı. A lot avtomatik çıxır, miqdar göstəricisi deyil. Qaldı few, many.
Bu sekretdirsə, deməli az insan bunun haqqında bilir, düzdür? Menü çoxluğu bildirir. Çıxdım. Cavab olacaq few. A bəndi. Daha sonra only'dan sonra nə gəlir? E-li birləşmə gəlir demişdik. Cəmdədirsə, deməli only a few olacaq. Only a little olmaz, çünki bu cəmdədir. Elut avtomatik çıxır. Few match artiklsızda işləmir. Cavab olacaq D. Daha sonra görüm axırlarda nə var? Aha. Mən istəyirəm else-la olan testləri görüm harda var. Hə, else-la burada var deyəsən, qoy baxaq. Hə, 37. Yarısı o tərəfdə qalıb, eyb yox. Buradan baxaq. Məsələn, nowhere nədir? Törəmə vəzi. Törəmə vəziyyətdən sonra nə gəlir demişdik? Else gəlir demişdik. Yəni cavabım ya B-dir. Digər variantlara da baxaq, görə başqa nə var? Ya da D'dir. Ya B'dir, ya D'dir. Else, more else. Burada nə verir? More, another, else. Yazıram bura. Else, more, else. Bu mənim D bəndimdir. Yazım bura D-ni. Görək hansı olacaq cavabım. Əvvəlinə gəlirəm. Where nədir? Sual sözü. Sual sözündən sonra demişik nə qoyacaq? Else qoyacaq avtomatik. Mənim cavabım olur D bəndi. Where else does the train stop? Başqa harda deyir qatar dayanır? It stops at 2 more station. Aha, more haqqında danışanda demişdik ki, solunda miqdar, yəni rəqəm göstərəcək. Sağında isə cəmdə sayıla bilən isim. Əgər sayıla bilən isimsə, yəni cəmdə qoyacağam. Bax bu qayda. Cavabım olur D bəndi. Seçirəm buradan D-ni, işarə edirəm. Sonra else-dən başqa harda var? Somewhere, hə. What. What-u gördümsə avtomatik nə götürürəm? Else götürürəm. Cavabım ya budur, ya budur, ya budur. Bu belə getdi. Some information. Some'dan sonra more qoya bilərəm, more qoya bilərəm, else qoya bilmərəm. Çıxdım. Sonra piece istəyir, advice, piece of advice. Bu cəmdədirsə, deməli, baxıram hansı variantlarım qalıb. Else qalıb, bir də few qalıbdır. Else demişdim ya sual sözlərindən sonra qoyursan, ya da törəmələrdən sonra qoyursan. Yəni ki, piece-in qabağına qoymayacağam. Else olanı da çıxıram. Cavabım olur D bəndi. What else can you tell me about it? Bunun haqqında mənə daha nə deyə bilərsən? I want to give some more information and a few piece of advice. Cavab olur D bəndi. Else-in işlənmə yeri olmadığı üçün mən onu görməzdən gələcəm. Hə, bu formada başqa nə işləyə bilərik? Məsələn, neçədir? 125. 125-də how many pages? How many pages? Pages cəmdədir. Deməli, burada another other var. Yaxşı, bundan danışaq. Others-ı görürsünüz, axırı s-li olan. Bu həmişə isimsiz istifadə olunur. Others. Bir də var z others. Bunlar isimləşib. Bu s var. Artıq isimləşib. Biri var deyirəm ki, other people. Bir də var deyirəm others. Other people deyəndə ismi gətirib yanına qoyuram. Bildirirəm ki, başqa insanlar. Others da elə o deməkdir. Başqa insanlar mənasına gəlir. Sadəcə people-in yerinə bura bir dənə s əlavə edirəm. Artıq isimləşdirirəm. Əlavə olaraq people yazmama ehtiyac qalmır. Belə olanda da özündən sonra qəti şəkildə isim tələb eləmir. Olmaz isim. Bu isimsiz işlənənlərdir. Yerik halında, bilmirəm, yadınızdadırmı, bilirsinizmi? Axırı s-lilər var. This is yours. This is hers. Bu onunkudur. Bu səninkidir. S-li birləşmələr necə istifadə olunurdu? İsimsiz. Bax, bu da həmin qaydadandır. Axır S-li olubsa, isimsizdir. Page cəmdədir. Cəmdə olduğu üçün another deyə bilmərəm. Niyə? Another-ın qabağındakı en artiklın təkliyi bildirir. İsim varsa, others deyə bilmərəm. İsimsiz istifadə olunur. Cəmdədirsə, match deyə bilmərəm. Niyə? Match sayılmayanlarla istifadə olunur. Else deyə bilmərəm. Else-in işlənmə yeri demişdik ki, ya sual sözlərdən sonra, ya da törəmələrdən sonra gəlir. Many bunların heç biri deyil. Deməli, cavabım nə olacaq? More. Yaxşı, bu qədər bəsdir. Əlavə nəsə sualınız olarsa, zaten sinifdə baxacağıq. Məncə, sizə qaranlıq qalan başqa məqam olmayacaq, çünki hər şeydən danışdım. Yenə də, sualınız olarsa, mənim özümə yaza bilərsiniz. Yoxdursa da, indi səhvlər çıxanda sinifdə baxarıq inşallah. Sağ olun, hələlik.